G7 ölkələrinin strateji neft ehtiyatlarını bazara çıxarmayacaqları ilə bağlı qərarı qlobal iqtisadiyyata təsirsiz düşməyəcək. Analitiklər bu qənaətdədirlər. Hesab edirlər ki, qərar qlobal iqtisadiyyatın stagflyasiya riskindən qorunması və enerji qiymətlərinin artması səbəbindən güclənən inflyasiya təzyiqinin azaldılması üçün mühüm əhəmiyyət kəsb edir. Enerji sahəsindəki qiymət artımı özünü digər nəqliyyat, logistika və istehsal qiymətlərinin artımında da öz təsirini göstərir. Və bu hadisələr bu cür davam edilərsə artıq deməli alıcılıq qabiliyyəti aşağı düşəcək, istehlak qiymətləri artmış olacaq, inflyasiya yüksəlir və həmçinin də iqtisadiyyatda durğunluq daha da yüksəlmiş olur. Və belə bir halda bunun davam etməsi şəklində artıq bir tərəfdən inflyasiyanın güclü vüsət aldığı dövr daha da inflyasiyanı artırır və digər tərəfdən isə durğunluğun artması ilə, yəni inflation və digər tərəfdən stagnation riskləri birləşərək stagflation problemini ortaya çıxardır ki, bu da iqtisadiyyatda inflyasiyanın ani və sürətli şəkildə yüksəlməsindən gətirib çıxarda bilər.